Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Gömrük orqanlarının vəzifəli şəxsləri arasında Azərbaycan Respublikasının dövlət suverenliyi və ümummilli lider Heydər Əliyev, müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir mövzusunda intellektual yarışın final mərhələsi keçirilib. Astara dövlət sərhəddindən buraxılış məntəqəsinin neytral ərazisində Azərbaycan Respublikasının gömrük və sərhəd orqanlarının və İran İslam Respublikasının gömrük, sərhəd və yol idarəsinin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə mövsümlə əlaqədar olaraq son günlərdə yük dövriyyəsinin artması fonunda sürətli keçidin təmin edilməsi və buraxılış sayının artırılması istiqamətində birgə səylərin daha da gücləndirilməsi məsələləri müzakirə edilib. Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri mövzusunda dəyirmi masa təşkil edilib. Çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib. Effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərər çəkmiş şəxslərin müəyyən edilməsi, preventiv hazırlığın gücləndirilməsi məqsədi ilə Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib. Təlimdə insan alverinin əlamətləri, risk qrupuna daxil olan şəxslərin düzgün qiymətləndirilməsi, potensial zərər çəkmişlərlə etik və hüquqa uyğun davranış qaydaları barədə məlumat verilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin idxalı, ixracı və tranziti mövzusunda təlim keçirilir. Təlimdə CITES konvensiyası çərçivəsində icazə və sertifikatların düzgün yoxlanılması, risk indikatorlarının vaxtında müəyyən edilməsi, şübhəli hallara adekvat və çevik reaksiya verilməsi ilə bağlı ətraflı məlumat verilir. Astara Gömrük İdarəsində 58 kg 610 qram həşiş və 89 kg 705 qram marixuana, ümumilikdə 148 kg-dan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya kərəviz və kahı yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd Platinum 7 markalı siqaret aşkar edilib. Balakan Gömrük İdarəsi əməkdaşları Mazımqara Gömrük postunda Türkiyə Respublikasından Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar ediblər. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.